Salam aleyküm, hardayam? Hökməli Qov yolunda Megastoru keçdin. İlk göz ağrımda. Nəyə görə elə deyirəm? Hökməliyə birinci dəfə bu evi çəkmişəm, bəli. İndi yenə bu ev qismət oldu mənə 5 ildən sonra. İlk dəfə TikTok'u da bu evdə çəkmişəm. İlk dəfə hökməli ümumiyyətlə ilk dəfə TikTok bu evdə çəkilib. Birinci evi də mən çəkmişəm. Yəni bu evdə çəkmişəm, indi təzədən gəlmişəm böyle gör qiymətlər nə qədər qalxıb. Yəni o vaxtdan bu yana. Yəni təmiz səliqəli evdir. Yəni bu evin tikilişinə bələdəm də, yəni tikən adama, yəni öz yerimizə satmışdıq. O vaxtı indi təzədən satır. Burada bir dənə yataq otağı da. Bax, sploşlu dəst var ha. 2000 pul verilir. O da qalacaq içərisində. Qiymət əla, evin özü əla. Danışıqlardan asılı deyir, pərdən bax qoşa daşdır, pəncərə şotkası var. Pərdələr də qala bilər. İndi deyir gələr danışarıq, yoluna qoyarıq. Qaz, işıq, su, mərkəzi kanalizasiya qapının ağzına kimi asfaltdır, bəli. Qapının ağzına qədər asfaltdır. Adam kövrəlir bu evə baxanda. Burada Wi-Fi də var. Mətbəx mebeli də baxın. Təmiz səliqəli, bütün aksesuarlar üstündə, onlar da qalacaq. Burada da hamam sanuzeli, o da genişdir. O da qalacaq. Buradan gəldi. Həyəti genişdir. Qapının ağzına, buradan məktəbə yol 120 metr məsafədir. Buradan gəldi. Burada ağlayları var. Hamısı ağlay yoxu, tametdir bunlar. Tametlər alınıb. Prosto burada yaşamadığı üçün. Yəni bunları deyir ki, masa pay verəcəm, özü vurdurardı. Yəni həyətin ağlayı alınıb. Üstü paketdir ya, düz deyil. Burada navesdir. Bunun navesidir. Evə aidiyyəti yoxdur. Bu onun navesidir. Var atasına qədər var. Sonra həyəti 2-3 maşınlıqdır. Bu da üstündə pay veriləcək. Qiymət haqqında məlumat verirəmsə, qiymət yerinə görə qiyməti var.